Hər birinizi xoş gördük, dəyərli izləyicilər. Sual-cavab rubrikasının ikinci buraxılışı ilə qarşınızdayıq. Bugünün dəyərli qonağımız Vüsal müəllimdir. Müəllim, xoş gəlmisiniz. Xoş gününüz olsun. Təşəkkür edirəm. Çox sağ olun dəvətinizə görə. Siz sağ olun müəllim, buyurun. Müəllim, ilk əvvəl belə bir suala keçid alardım ki, siz özünüz ərəbcə necə öyrənmisiniz? Tələbələrin həmişə maraq doğuran sualları biri bundan ibarətdir ki, bir müəllim necə öyrənib, hansı metodika ilə, hansı yolları bizə məsləhət görərdi? Çox sağ olun ilk öncə dəvətinizə görə. Deməli, özüm haqqında qısa desəm 1984-cü ildə Bakıda anadan olmuşam. Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbi bitirmişəm. Daha sonra 2001-ci ildə Suriya Ərəb Respublikasına yollanmışam. Orada ərəb dili öyrənəndən sonra bir müddət 6 ay, 1 il kurs keçəndən sonra universitetin jurnalistika və informasiya fakültəsinə daxil olub orada oxumuşam. Hazırda da jurnalistika fəaliyyəti ilə məşğulam. Uzun müddət tədris eləmişəm, kitab tərcümə etmişəm. Hazırda dediyim kimi jurnalistika APO İnformasiya Agentliyində redaktoram. O ki qaldı ərəb dilini necə öyrənək sualına, necə öyrənsək daha yaxşı olar. Hərədə təbii ki, imkanlar, şərtlər bir başqa cürdür, müxtəlifdir. Yəni onu biz deyə bilmərik ki, hamı bunu belə eləməlidir. Təbii ki, biraz öyrənmək, belə deyim, İnsanın öz potensialı var, insanın öyrənmək, qavramaq, yadda saxlamaq potensialları var. Bunları nəzərə alaraq, yəni bütün bunları nəzərə alsaq, təbii ki, ən yaxşı və ən mükəmməl ərəbcə öyrənmək, ümumiyyətlə dil öyrənmək yolu həmin ölkədə dilin istifadə olunduğu ölkəyə yollanıb orada öyrənmək daha yaxşıdır. Amma dediyim kimi, yəni imkanlar baxımından bizim mən Suriyaya getdiyim zamanlarda getmək biraz ümumiyyətlə Azərbaycandan çıxış biraz çətin idi. O vaxtlar hələ yeni bilədiyim dövlət açılırdı, insanlar xaricə getməyə başlayırdı. Biraz imkanlar maddi imkanlar və ya məhdud idi və ya yollar bir o qədər bilinmirdi, internet bir o qədər yox idi. Belə deyim, kəşf olunmamışdı hələ ərəb ölkələri. Amma daha sonra təbii ki, indi ilə müqayisədə yerlə göy qədər fərq var. Mən getdim Suriyanın Hasakə vilayətində, adını bəlkə çox eşitmisiniz terror hadisələrində. Hasakə vilayətində bir institut var idi. İslami Elmlər İnstitutu idi. Təbii ki, mən ora ilk buradan gedərkən sıfırla getmişdim. Düzdür, oxuya bilirdim, bəzən Quran kursuna getmişdim, yəni müəyyən şeyləri oxuya bilirdim, amma başa düşməyə təbii ki, dil olaraq yox idi, tam sıfır idi. Orada Azərbaycanlı və bir də mühüm bir məqama burada toxunacağam ki, getdiyiniz ölkədə Azərbaycanlıların olması, belə deyim, öz vətəndaşlarınız, vətənlə olan şəxslərin olması mənfidir. Yəni, nəyə görə mənfidir? Çünki bir çox hallarda sən ondan ünsiyyətdə olursan, ondan danışırsan, yerli sakinlərlə bir o qədər ünsiyyət qurulmadığı üçün dildə inkişafdan qalır. Yəni, misal deyə bilərəm ki, yəni bizim oxuduğumuz dönəmdə təqribən bəlkə 30-40 arası tələbə var idi. Onların bir çoxu ümumiyyətlə heç nə öyrənə bilmədi. Çünki bir yerdə oturub dururdular və ya məsəl üçün oxumaqda tənbəllik eləyirdilər. Elə də qayıdıb gəldilər. Bu onlara çox mənfi təsirlədi və mənim orada Hasakə vilayətində düşdüyüm ortam elə bir ortam idi ki, Azərbaycanlı yox idi, tamamilə yox idi. Ərəblər var idi, Suriyalılar var idi, Əlcəzairdən, Mərakeşdən. Onlar bir doğmalıq göstərdilər mənə. Onlar mənə belə deyim, hieroqliflərlə onlarla anlaşırdım, amma yazırdılar. Söz bazasını əzbərlədirdilər mənə. Məsəl üçün yemək, başa salırdılar əl hərəkətləri ilə ki, bu deməkdir, o deməkdir. Və mən 17 yaşım vardı təbii ki, onda 18 hələ tamam olmamışdı. 6 aydan sonra artıq müəyyən qədər danışa bilirdim. Onun hesabı. Bilirdiniz müəllim ərəbcə? Yox, dediyim kimi sıfır. Yəni buradan tam sıfır getmişdim. Heç bir dil biliyim, dil bacarığım yox idi. Oxumağı bilirdim, ərəb hərflərini bilirdim, hərəkələri bilirdim. Quran oxuya bilirdim müəyyən dərəcədə. 6 aydan sonra artıq yəni müəyyən belə deyim, çox irəliləyiş oldu məndə. O da nəyin hesabına? Sırf orada Azərbaycan
yəni belə deyim, öz həmvətənlərimizin olmamasının hesabına müəyyən dərəcədə çox irəliləyiş oldu. Ondan sonra Dəməşqə qayıtdım. Dəməşqdə dediyim kimi jurnalistika informasiya fakültəsinə daxil oldum, yəni özümü orada tapdım. Bir də bir nüansı, bəlkə mövzudan kənara çıxıram. Bir çox insanın, xüsusilə ölkəmizdəki bir çox insanın ən böyük problemi özünü kəşf eləməməkdir. Yəni bir insan özünü kəşf eləmir. Deyir ki, məsəl üçün belə deyim, universitetə o yazdığı fakültələrin hesabına ancaq o rəqəmləri doğru, yanlış bal çatmamazlığımı deyim, yanlış kodlama deyim, onların səbəbi şeyinə hesabına gedir hansısa bir fakültəyə düşür. Düşmüşəm məcbur oxuyum da, nə edeyim deyir və ondan sonra da o diplomu aparıb qoyur evə və bitdi söhbət. Sonra da iddia edir ki, iş tapa bilmirəm. Sonra da iş tapa bilməm. O tamam başqa bir mövzudur. Yəni o mövzuya gələcək yenə. Onu istəyirdim diqqətinizə çatdırım. Yəni Dəməşqə qayıdandan sonra mən özümü tapdım dedim. Yəni jurnalistikada özümü tapdım. Yəni jurnalistika niyə görə məni çəkir? Çünki hər gün yeni bir şey var. Jurnalistikada hər gün yeni bir şey öyrənirsən, hər tərəfdə dünyada baş verən hadisələri. Məsələn belə deyim də, mən sırf ərəb dili oxusaydım, ərəb dili ədəbiyyatı fakültəsini oxusaydım, getsəydim məsəl üçün belə deyim Xarici İşlər Nazirliyində işləsəydim səhər 9-dan axşam 6-ya kimi, yəni o mənə görə bir həyat deyildi. Yəni mən onu belə deyim nə mənimsəyə bilirdim, nə də ona həvəsim var idi. Jurnalistika fakültəsində özümü tapdım. Təbii ki, orada yəni agentlikləri gəzirdik, qəzetləri gəzirdik. O vaxt Suriya biraz qapalı dövlət idi. İndiyə baxma, indi daha çox açılım var, xaricdən gələn gedən, amma çox qapalı dövlət idi. Orada da müəyyən çətinliklərlə oxuduq, gəldik. Ərəb dilini necə öyrənək sualına gəlincə, yəni dediyim kimi, ərəb dilini ərəblərin içində və ya ingilis dilini ingilislərin içində, rus dilini rusların içində öyrənsən daha gözəl olur, təbii ki. Amma mən burada qarşılaşdığım təbii ki, ərəb şünaslar olub, ərəb dili müəllimləri olub, tərcüməçilər olub ki, çox gözəl aksentsiz, çox gözəl axıcı, belə deyim, ərəb dili danışan görmüşəm. Yəni ölkədən çıxmamaq şərti ilə bunu. Amma təbii ki, bunlar da müəyyən şərtlər daxilində. Yəni özünü neçə faiz sən ərəb dilinə və ya hər hansı dillə fərqi yoxdur, ərəb dilinə verirsən ondan asılıdır. Yəni gündə gəldin, ev tapşırıqlarını oxudun, yazdın, müəllimin tapşırıqlarını yazdın, çıxdın, getdin, bağladın kitabı. Yəni bundan bir şey olan deyil. Dediyiniz kimi o iş tapmamaq məsələsində əsas səbəbi onlardan. Yəni universitetlərdə də elədir, yola verir. 4 il yola verir. Yəni gözəl bir belə deyim, yola vermək xüsusiyyəti. Yola verdi. Ondan sonra diplom deyir ki, iş tapa bilmirəm. Təbii ki, iş tapa bilməyəcəksiniz. Mən sizə belə bir şey olmuş əhvalat danışım. Bakı Dövlət Universitetində səhvləmirəmsə ilahiyyatda olub. Bir nəfər olub, adını da bilmirəm. Onun tələbə yoldaşı mənim yaxın dostumdur. 4 il ərzində bu insanın tələbə həyatı olmayıb. Heç kimlə oturub durmayıb, heç kimlə tanış olmayıb, heç kimlə vaxt keçirməyib. Səhər dərsə gəlib, səhər saat 8-də gedib, ən axırda oturub, ancaq ərəb dili söz əzbərləyib, qrammatik qaydaları əzbərləyib, müəyyən özünü inkişaf elətdirib. Və 3-cü kursa çatanda həmin şəxsi belə deyim, Xarici İşlər Nazirliyi artıq kəşf edib, 4-cü kursu bitirdikdən sonra onu ATƏŞ kimi xarici ərəb ölkələrindən birinə göndəriblər. Yəni bu istər ərəb dili olsun, istər başqa ixtisas olsun, bu belədir. Xüsusən də Azərbaycanda ya mükəmməl oxuyacaqsan, hər şeyi super oxuyacaqsan, öz ixtisasının bacarığını, yəni öz ixtisasını belə deyim, yüksək səviyyədə biləcəksən, mütəxəssis olacaqsan, iş tapacaqsan. Yoxsa yarı-yarımçıq mümkün deyil. Nə iş tapa biləcəksən, o diplomun da yarımçıq olacaq. Yəni özünə də faydan olmayacaq, cəmiyyətə də faydan olmayacaq. O ki qaldı, qaydaq yenə sualımıza ki, ərəb dilinin öyrənilməsi. Bizim dediyim kimi, yəni mənim getdiyim tarixdən artıq 25 il keçib. 2001-ci il hara, 2026-cı il hara. İndi baxıram, məsələn, dərs dediyim ərəb dili mərkəzində də baxıram. Gənclər 3 aylıq məsələn yaz kursları var. Müəyyən ərəb ölkələrində bununla bağlı belə deyim, dövrə deyirlər,
müəyyən 3 aylıq kurslar olur, məsələn, səfərlər olur, 6 aylıq kurslar olur, 1 illik kurslar olur ki, məsələn, universiteti dondurur, 1 il gedir, orada 1 il daha çox ərəb dilini inkişaf elətdirir, gəlir. Yəni belə imkanlar daha çoxdur. Həm də internet üzərindən dediyim kimi universitetlər ixtisas belə deyim, açıq, yəni ixtisas təklif eləyirlər, oxumaq təklif eləyirlər. Bəzi ərəb ölkələrində hətta öz hesablarına, universitetin öz hesabına və ya dövlətin öz hesabına yeməklə, yatmaqla və qalmaqla təmin eləyirlər ərəb dövlətləri və ya universitetlər deyim. Yəni şanslar daha çoxdur. Mən deyərdim ki, burada oxumaqdansa, burada belə deyim, 4 ili itirməkdənsə gedib hər hansı bir ərəb ölkəsində daha çox qazanmaq şansı var. Orada daha çox oxumaq, daha çox şey əldə etmək şansı var. Bu bir, ikincisi də ərəb dili öyrənirsənsə, bir xalqın dilini öyrənirsənsə, təbii ki, onun mədəniyyəti ilə tüklədirmiş ki, içli dışlı olmalısan. Yəni onu görməlisən, yaşamalısan, onların yemək tərzini, həyat tərzini, onların yaşayışını, bu daha çox şey qazandırır sənə, nəinki burada oturub quru ərəb dilini öyrənmək. Mən demirəm, yəni öyrənən təbii ki, bacarıq sahibi bacaranlar burada da öyrənə bilirlər, amma dediyim kimi, yəni mədəniyyəti götürmək, o xalqın içində olmaq, səhv eləmirəmsə Zəməxşərinin belə bir rəvayət onun haqqında, səhv eləmirəmsə odur. Zəməxşəri haqqında bir rəvayət danışırlar. O vaxt ərəb dili bilirsiniz ki, qəbilələrdə daha çox yayğın idi. Bədəvilər daha çox ərəb dilini qoruyub saxlayırdılar. Zəməxşəri ərəb qəbilələrindən birinə özünü sırıyır. Mən də sizdənəm kimi sırıyır. Yoxsa o qəbilə onlara ümumiyyətlə, yəni belə deyim, kənardan gələn şəxsləri nə evləndirirdilər, nə qız verirdilər, nə onları işlərinə buraxırdılar. Belə bir qaydalar var idi. Özünü onlardanmış kimi göstərir. Belə lor dildə desə, özünü onlara sırıyır, bir qız alır. Qız alır. Onlardan evlənir daha doğrusu. Onlarda belə bir qayda var imiş ki, toy gecəsi bəy işığı söndür deməli deyilmiş, işığı öldür deməliymiş. Yəni itfi-do demir, iqtulu-do deyir. Və burada qız başa düşür ki, bu bunlardan deyil, bu qaydanı bilmir. Orada yandırır. Orada yandırır. Onu çıxardıb qovurlar. O qəbilədən qovurlar. Yəni o vaxt təbii ki, o vaxtın alimləri ərəbcə bilmək üçün bədəvilərə sığınırdılar. Onların içində bir həyat dərsi, həyat təcrübəsi, dil təcrübəsi keçirdilər. Ondan da buna da əsaslanaraq yenə deyə bilərəm ki, öz fikrimi əsaslandıra bilərəm ki, ərəblərin içinə getmək, orada vaxt keçirib onların mədəniyyəti ilə daha da yaxından tanış olmaq, ərəb dilini daha belə deyək də, məsələn, bəzi şeylər var, bəzi ibarələr var, bəzi söz birləşmələri var ki, onu ərəb bunu burada belə işlədir. O ruslar deyir, это так принято. Yəni bu belə qəbul olunub bunu istifadə eləmək. Bunu biz Azərbaycan dilində nə qədər düşünsək və ya o kitablarda da əgər öz əksini tapmırsa, biz onu bilməyəcəyik. Ta ki ora gedib düşənək. Görməyəcək. Bəli. Məsələn, belə deyim də, belə misal verim. Türklər bir şey olanda, məsələn, nə isə demək istəyəndə bir dəqiqə deyirlər. Məsələn, mənim oğlumun dilində də var. Onu Azərbaycan dilinə bir dəqiqə kimi tərcümə eləyə bilmir. Yəni bu tərcümə eləsək belə, bizdə o həmin yerdə istifadə olunmur. Effekti vermir. O effekti vermir. Yəni onlar o sözü orada istifadə edirlər. Biz bu sözü başqa yerdə istifadə edirik. Yəni ərəb dilində də həmin o qaydanı xatırladım. Bir də Şərqşünaslıq İnstitutunun müəllimlərindən birinin belə bir deyimi var idi, səhv eləmirəmsə. Məmməd Əli müəllim idi, səhv eləmirəmsə, onun belə bir sözü var idi. Soruşmuşdular ki, ərəb dili öyrənmək üçün nə edək? Demişdi ki, əgər 3 il ərzində gündə 3 saat ərəbcə oxuyursansa, sən heç nə bilmirsən. Hətta. Gündə 7 saat oxuya bilirsənsə, oxuyursansa, ərəb dilindən çalışırsansa, hardasa xəbərin var. Yəni ərəb dili o qədər asan dil deyil. Yəni ingilis dili kimi deyil. Yəni o özünüz bu işin təcrübəsindəsiz. Ərəb dili qrammatikası təkcə Türkiyədə dediyim kimi bayaq söhbət əsnasında dedim, mədrəsə üsulu ilə 5 ilə, 6 ilə öyrənilir. Bu təkcə qrammatikadır. Yəni biz məsələn mən Suriyada təhsil aldığım dövrlərdə türklər ora gəlirdilər dili praktikadan keçirmək üçün. Yəni 5 il ərəb dilinin qrammatikasını oxuyur, amma ərəbcə bilmir.
ərəbcə danışa bilmir daha doğrusu. O praktika üçün nə lazımdır? Artıq dil bacarıqları danışmaq lazımdır, tərcümə eləmək lazımdır, ünsiyyətdə olmaq lazımdır ki, sən onu praktikaya tökə biləsən. Yəni türklər həmin o belə deyim mədrəsə üsulu ilə qrammatika öyrənənlər gəlib Suriyada və ya başqa ərəb ölkələrində də təbii ki, praktika keçirdilər. Ondan sonra, yəni bu baxımdan deyə bilərəm ki, yəni söz baxımından məsəl üçün ingiliscədə bilmirəm nə qədərdirsə 12 milyona yaxın söz var ərəb dilində. Yəni bu gün ərəbin belə ərəbcə mükəmməl bilir deməyimiz çətin məsələdir. Rus dili də. Çox bir incə məqam deyəcəm sizə. Bilmirəm səbəbi nədən irəli gəldiyinin haqqında heç bir məlumatım yoxdur, amma qrammatik olaraq ərəb dili rus dilinə çox yaxındır. Yəni biz tərcümə ilə məşğul olduğumuz zaman bilirsiniz, cümlənin axırından başlayıb tərcümə edirik, əvvəlinə gəlirik. Ərəb dilindən Azərbaycan dilinə tərcümə, rus dilində də eyni şeydir. Cümlə quruluşu, sözlərin qrammatik baxımından çox yaxındır. Səbəbini bilmirəm. Niyə görə belədir, onu yalan deyərəm. Amma yəqin ki, cümlə quruluşu bizdə misal üçün tutalım ki, xəbər sonda gəlirsə, yəni ki, fe'l sonda olursa, rus dilində, ingilis dilində, yəni ki, cümlə quruluşunu bir qədər ərəb dilinə yaxındır. Haqqasa buna bağlamaq olar. Olar. Yenə dediyim kimi, üzr istəyirəm. Dediyim kimi, yəni əhatə etsək, gedib ərəb ölkələrinin hər hansı birində təhsil almaq daha üstündür və buna bugünkü dövrdə, bugünkü gündə şərtlər də əl verir, imkanlar da var. Yəni yol da açıqdır bildiyimiz kimi. Getmək, yəni öyrənmək, bu elmin içinə girmək istəyən varsa, o yolu tutsa daha üstün olar. Mənə elə gəlir. Aydın müəllim. Bir də bu yaxları bir sözünüz diqqətimi çəkdi. Dediniz ki, müəllim gedəndə heç nə bilmirdim və getdim orada öyrəndim. İlk əvvəl heç nə bilməyən gedən bir tələbə orada necə bir çətinliklərlə rastlaşır? Misal üçün heç nə bilmirsə, oxumağı, yazmağı bilmirsə, hansı çətinliklər onu gözləyir? Ümumiyyətcə mən bir şəxs tanıyırdım. O deyirdi ki, biz əsasən sizin sözünüzə qüvvət Azərbaycan dilini bilənlərdən kömək alırdıq. Yəni ki, heç nə bilmirəm, ərəbi əllə, qolla başa sala bilmirdim. Onların köməkliyi ilə asta-asta biz nələrsə öyrənirdik. Yəni bu proses necə olur əsasən orada? Mən deyim ki, Azərbaycan, yəni oradakı Azərbaycanlı tələbələrdən kömək alırdı. Yəni bilənlərdən. Mənə görə mən düşünürəm ki, sən orada oxuyan Azərbaycanlı tələbədən deyək ki, məsələn 50% nəsə ala biləcəksənsə, ərəbdən onun 100%-ni alırsan. Çünki dediyim kimi daşıyıcıdır bir. İkincisi başa salmaq qabiliyyətləri daha üstündür. Yəni dediyim kimi mənə heroqriflərlə deyirdilər, məsələn belə getmək. Onu yazırdılar məsələn zəhəbə. Onu mən əzbərləyirdim. Onsa əkələ, nə bilim, tənəffəsə və sair və axır. Onun sənə verəcəyi şey daha üstündür, daha çoxdur. Dediyim kimi Azərbaycanlı bəlkə Azərbaycanlı tələbənin təhsilindən oxumağından asılı olaraq onu sənə bəlkə də heç düz çatdıra bilməz. Amma ərəb, yəni o dilin daşıyıcısı daha üstündür ki, ondan nəsə öyrənməyə çalışasan. Onun tələffüzünü qavrayasan, onun dediyi kimi uzatmalar var. Ərəb dilində bilirsiniz dərinliklə uzatmalar var, hərəkət sistemi var və s. və ilaxır. Nöqtənin özü böyük bir rol oynayır. Bəli, bir sözün mənasını dəyişməyə. Bəli. Aydındır müəllim. Müəllim, bəs ərəb dili müqəddəsdirmi? Bir çox tələbələr həmişə bu sualı bizlərə ünvanlayırlar ki, ərəb dilinin özü müqəddəsdirmi? Yəni hərfi, əlifbası. Düşündürücü bir sualdır. Ərəb dil müqəddəs mənə elə gəlir ki, dil müqəddəs hesab oluna bilməz. Çünki o dildə belə deyim, yaxşı şeylər də yazıla bilər, pis şeylər də yazıla bilər. Allaha şükür də yazıla bilər, üsyan da yazıla bilər. Yəni bu əsas səbəbdir. Dil niyə görə müqəddəs olsun ki? Bəli, bir dildə məsəl üçün müqəddəs kitab ola bilər. O həmin dildə müqəddəs kitab həmin dildə əks oluna bilər. Amma dilin özü niyə müqəddəs olsun ki? Yəni mən təkcə ərəb dilindən danışmıram. İngilis dili olsun, rus dili olsun və ya türk dili olsun. Dil niyə müqəddəs olsun ki deyə düşünürəm. Buna bağlı deyən yekun deyə bilərəm ki, xeyr. Yəni dil bizim üçün dil fikirlərimizi çatdırmaq üçün belə bir söz var, bilmirəm, bəlkə yəqin ki bilirsiniz. Neçə dil bilirsənsə o qədər şəxssən. Yəni neçə dil bilirsənsə, məsələn ərəbcə bilirsənsə sən bir ərəbsən artıq.
Türkçə bilirsən, sən bir türksən, rusca bilirsən, russan. Yəni nə mənada sən belə deyim, bu gün məsəl üçün internetdə axtarış sistemlərində, məsələn Google-da Azərbaycan dili çox kasaddır. Məsəl üçün belə deyim, pomidor əkmək, nə bilim, qoyun saxlamaq, nə bilim, hər hansı bir mövzuda Azərbaycan dilində nəsə bir şey tapmaq çox çətindir, olduqca çətindir. Hətta deyə bilərəm ki, bəlkə yəni heç, yəni yox dərəcəsindədir. Amma rus dilində çox asandır. Yəni adicə belə deyim, maşının ehtiyat hissəsini dəyişməkdən nəsə əkib becərməyinə qədər başqa məsəl üçün hər hansı bir mövzuda YouTube'da video materiallar və ya yazılı materiallar və ya audio materiallar tapmaq çox asandır. Məsələn belə deyim, belə bir misal deyim. Mən Suriyaya gedəndə Azərbaycanlılar, biz həmvətənlərimiz, rusca bilənlərin şansı daha çox idi orada ünsiyyət üçün. Rusiya, Dağıstan, Çeçenistan, Qazaxıstan, yəni bu keçmiş SNQ ölkələri sən dost ola bilirdin, onlarla ünsiyyət qura bilirdin. Amma rus dili bilməyən Azərbaycanlılar ancaq türklərlə oturub dururdu. Yəni dilin mən faydasını çox görmüşəm. Yəni 42 yaşım var bu yaşa qədər. Dilin faydasını çox görmüşəm. Fərqi yoxdur ərəb dili və ya istədiyin dili. Məsələn mən 2011-ci ildə Anadolu Agentliyində biz işləyəndə rus dili redaktoru tapmaq çox çətin idi. İndinin özündə də rus dilində hamı rusca danışır. Amma redaktor tapmaq və ya müəllif tapmaq çox çətindir. Hamı rusca belə deyim sizə, hamı türkçə bilirdi Azərbaycanda. Amma buradan götürün aparın qoyun İstanbula, danışa bilmir. Nə bilmirəm, şahid olmusunuz yoxsa yox, belə şeylər var. Aparıb qoyursunuz, mağazində girib öz fikrini ifadə edə bilmir. Qadınlara ən çox məsələn teleserial izləyən qadınlar aparıb İstanbula qoyursunuz, mağazindən bir şey ala bilmir. Filan şey mənə ver deyə bilmir. Google-da onu yazır, translate-dan onu tapır. Və bu hər bir dildə müşahidə olunur. Bəli. Hamı bildiyini bilir. Hamı bildiyini bilir. Amma elm nədir? Bilmədiyini bilməkdir. Müəllim, hansı kitablarla belə deyim, irəliləsək biz ərəb dilinə daha sürətli çatarıq? Ərəb dilinin İraqda, Bağdadda universitet əmələ gələndə, yəni universitet yaradılanda, daha doğrusu Qahirədə İslam alimləri və ya dilçi alimlər dedi ki, elm öldü. Niyə görə öldü? Çünki orada universitetdə belə deyim, bir çox şeylər gətirildi, salındı ora. Yəni şeydən belə deyim kontekstdən bizdə misal üçün bir tələbə tutalım ki, Azərbaycanda olan tələbə hansı bir vəsaitlə? Ora gəlirəm. Nəyə görə bir çox şeylər daxil edilir, orijinaldan kənarlaşdırılır. Yəni bu gün bilmirəm, indi bəlkə bu sözüm bəzilərinin xətrinə dəyə bilər, bəzi insan, yəni çox üzr istəyirəm, bu mənim şəxsi öz fikrimdir. Bizim Suriyaya yanımıza oxumağa bir tələbə gəlmişdi. Dedi ki, nə bilirsən? Dedi ki, Ələsgər Məmmədov kitabından yarısını oxumuşam. Dedi ki, onu unut, bir müddət hər şey çıxart başından və sıfırdan başla. Nəyə görə? Çünki ərəblərin qoyduğu bir yol var. İstər qrammatika baxımından, istər dil baxımından. Belə deyim, o dilin daşıyıcısının qoyduğu bir yol var. Və məsəl üçün belə bir misal gətirim də, siz idmanla məşğul olmaq istəyirsiniz, cudonu hardan öyrənəcəksiniz? Karate müəllimindən öyrənməyəcəksiniz təbii ki, və ya balet müəllimindən öyrənməyəcəksiniz. Cudonu judo ustasından öyrənəcəksiniz. Dili də o daşıyıcısından və o qoyulan qayda qanunla, deyək ki, məsələn ilkin ərəb dilində biraz oxudun, sonra əcrumi oxudun, sonra deyim Avdahül Məsəl, daha doğrusu Qatrun-Nida oxudun. Bunlar ərəb dili klassik ərəb dili qrammatika kitablarıdır. Avdahül Məsəlik oxudun, nə bilim Şərh İbn Aqil oxudun və s. və ilə axır qalxdın, yüksəldin, qoyulan bu pillələrlə yüksəlirsən 1 2 3 4. Amma Azərbaycana gəlsək, yəni Azərbaycanda bura qayıtsaq ki, burada hansı yöntəmlə, təbii ki, yenə də yöntəm eynidir. Sən Azərbaycanlı birinin, məsələn, Vüsal Əliyev mənim qoyduğum belə deyim metodika ilə qabağa gedə bilməyəcəksən. Sən mütləqdir ki, ərəbin, o dilin daşıyıcısının və məsələn hər hansı dildən biz ümumi götürürük, o dilin daşıyıcısının qoyduğu qayda qanunlarla öyrənsən daha çox irəliləyəcəksən. Yəni yenə də məsəl üçün bəzi bu gün
Durusul Lüğə Ərəbiyyə var və sənin üçün Əl-Ərəbiyyə Beynə Yedek var, bilirsiniz o kitablar. Və ya bəzi indi yeni daha çox müasir kitablar var. O kitablardan öyrənilsə məncə daha yaxşı olar. Və bu gün hər şey belə deyim də inkişaf etdikcə, belə deyim, dəyişdikcə dəyişək inkişaf edək sözü var. Yəni dəyişib inkişaf etmək lazımdır. Bizim məsəl üçün Sovetin dövründə bilirsiniz də şərqşünaslıq, Bakıdakı şərqşünaslıq fakültəsi Sovetin içində o 3 böyük mərkəzdən biri idi. Səhv eləmirəmsə, Ukraynada idi, biri deyəsən Moskvada, biri də yoxsa Leninqradda, bir də Bakıda. Yəni onlar nəyə görə irəli getmişdilər, daha mükəmməl ərəbcə bilirlər? Çünki o dövr üçün səciyyəvi, o dövrdə irəliləyişi, ərəb dilini öyrədən bir metodika var idi. Öyrətdi. Mütəxəssislər yetişdi, irəli getdilər və s. və ilaxır. Amma indi artıq o köhnəlib. Yəni siz belə deyim, 70 il bir kitabdan oxuya bilməzsiniz. Yeni kəşflər lazımdır və ya originala dediyim kimi originala qayıtmaq lazımdır. Ərəblərin, yəni biz ərəbcə bu gün ərəbcə dilindən danışdığımız üçün xüsusilə onu vurğulayıram. Yəni ərəblərin qoyub getdiyi şeylərlə originaldan oxumalısınız. Yəni mən bunu tövsiyə edirəm ki, Rusun yazdığı ərəb dili kitabından yox və ya məsələn Azərbaycanlı birisinin yazdığı ərəb dili kitabından yox, sırf o dilin daşıyıcısının yazdığı kitablardan istifadə edərək nəsə bir şey qazanmaq olar. Sizcə ərəb dili indi öyrənmək asanlaşıbmı əvvəlki dövrlərə nisbətən? Ümumiyyətlə bu gün hər şey asanlaşıb. Nəinki ərəb dili öyrənmək, rus dili öyrənmək və ya məsəl üçün YouTube bilirsiniz böyük bir platformadır və o platformada hər şey tapa bilirsiniz. Çünki sıfırdan inkişaf etməsi. Bəli, sıfırdan Corel öyrənə bilirsiniz, sıfırdan Word öyrənə bilirsiniz və s. və ilə axır. Təbii ki, ərəb dilində öyrənə bilirsiniz. Yəni bir çox dillər kimi ərəb dilində öyrənə bilirsiniz. Amma dediyim kimi, yəni əsasdan qaçmayaraq. Bir də bir şey var. Mən bayaq dedim ki, Azərbaycanda xüsusilə insanların ən böyük problemi özünü kəşf etməməyidir. Məsələn, bir çox insan özü ilə öz potensialını qəbrə aparır. Ölür, gedir. Yəni insan özü professionala çatır. Özü öz üstündə işləməlidir. O bayaq nümunəsini çəkdiyim tələbə dostları ilə vaxt keçirsəydi, ora qaçsaydı, bura qaçsaydı, sırf müəllimin verdiyi tapşırıqları yola verib belə deyim, oxusaydı, o bu gün səfirlik sistemində işləmirdi. O bu gün Xarici İşlər Nazirliyi nə edir ki, elə bir adamı? Hamı var da məsəl üçün belə deyim, bir ildə 30 nəfər qurtarır. Yəni işin peşəkarı olmalıdır. Peşəkar olmaq lazımdır. Hər bir işin peşəkarı olmaq lazımdır. Mən bunu deyirəm. Bir də hər bir insan, ümumiyyətlə insanı ya sistem yetişdirir. Hər hansı bir sistem fərqi yoxdur. Dövlət yetişdirə bilər, hökumət yetişdirə bilər, hər hansı bir universitet, cəmaət, nə bilim, nə deyim də. Ya sistem yetişdirir, onu hansısa bir mərhələyə gətirir, çıxardır, mütəxəssis edir. Ya da insan özü öz üstündə işləyir, mütəxəssis olur. Yəni bu iki variantdan biridir, üçüncüsünü tanımıram. Bəzi tələbələr ərəb dilinə başlayırlar, yarımçıq qoyurlar. Bu kimi tələbələrə əsasən müəllim məsləhətiniz nə olar? Tutalım ki, 2 ay gəlir, sonra ərəb dilinin çətinliyindən qorxub çəkilir. Bunu bilirsiniz nəyə bənzədirəm? Azərbaycanda bu gün bir çox insan xarici Amerikaya köçüb getmək istəyir. Düşünür ki, orada gedib nəsə belə deyim, orada gedib nəsə başqa bir şeylə, əgər ölkəsində, burada deyim, sən uğur qazanmamısansa, sən gedib orada heç bir uğur qazana bilməyəcəksən. Sən bugün əgər ərəb dilini yarımçıq qoyursansa, sən bütün işləri yarımçıq qoyacaqsan. Yəni bu biraz da şəxsiyyət məsələsidir. Fərd şəxsiyyət məsələdir. Yəni bir insan özünü dərk eləməsi, tanıması, kəşf eləməsi, nəyə qadir olduğunu bilməsi. Yəni o əgər ərəb dilini yarımçıq qoyursa, o birincisi kiminsə belə deyim qazına gəlib ərəb dilinə başlayıb. Öz fikri olmayıb. Kimsə dost deyib ki, ərəb dili yaxşıdır. Məsələn, belə deyim də, turistlər gəlir, ərəblərlə yaxşı pul qazanacaqsan, gəlir, sonra çətinlik görür. Çətinlik görəndən sonra artıq belə deyim, davam eləmək istəmir və qoyur çıxır gedir. Amma o mütəxəssislər, deyək ki, təkcə ərəb dilini nəzərdə tutmuram, bir çox sahə çətindir. Ümumiyyətlə yaşayış, dünya çətindir. Dünya sözünün mənasını özünüz bilirsiniz. Yəni biz hardayıq, bunu dərk eləmək lazımdır. Dünya sözü yaxşı yer demək deyil, yəni. Dünya sözünün özü budur, çətinliklərdən ibarətdir. Bir insan əgər ərəb dilinin çətinliklərinə dözmürsə, o başqa nə iş görəcək hesaba? Nə ilə məşğul olacaq ki?
Gedib ancaq ola bilsin satıcı işləyə bilər, yəni başqa heç. Hər bir sahə belədir. Riyaziyyatçı olmaq üçün, fizik olmaq üçün, həkim olmaq üçün həkimlərimiz bu gün nə qədər əziyyət çəkirlər? 12 il oxuyur. 12 il bilirsiniz də, yəni böyük bir Müddət. böyük müddətdir təbii ki 12 il. İndi sən ərəb dilinə 1 il verə bilmirsənsə, bayaq mən o Məmməd Əli müəllimin sözü olmasa, sən gündə 7 saat verə bilmirsənsə, sən nə etmək istəyirsən? Həyatda hara getmək istəyirsən ki? Məsəl üçün bəzi tanıdığım şəxslər var, düşünür ki, burada məni ailəm sıxır, mən gedim xaricdə azad olacam. Yəni sən öz şəxsiyyət kimi özünü göstərməmisənsə ailəvə, xaricdə gedib nə qazanacaqsan? Orada da sıfırdan başlayacaqsan. Orada da belə olacaqsan. Unutma. Yəni ərəb dilini sən bu gün yarımçıq qoyursansa, bu çətinlik başqa nə etmək istəyirsən? Başqa ingilis dilində də elə olacaq. Məsələn, bu gün çox insan ingiliscə bilir. Amma gəlin ki, məsəl üçün peşəkar tərcüməçilər, tərcümədə ingiliscə bilənlərin sayı nə qədərdir? 3 nəfər, 5 nəfər, 10 nəfər. Yəni mən peşəkarca dil bilməkdən danışıram ki, məsəl üçün bunun oturursan tibb sahəsində həkimlə onun dediyi terminologiyada başa düşüb tərcümə eləyirsən, siyasi terminologiya girirsən, çıxırsan, onu tərcümə eləyirsən. Bu gün hətta bu dərəcədə ərəbcə bilən və ya ingiliscə bilən nə qədərdir ki? 3-5 nəfərdir. Yəni mütəxəssis olmaq hər zaman prestijlidir. Yəni mən onu deyə bilərəm ki, hansısa bir sahəni seçsən, həmçinin də ərəb dili, mütəxəssis olsan sənə hər zaman iş tapacaqsan və hər zaman sənə ehtiyac olacaq. Hər zaman ehtiyac duyulacaq. Səni axtaracaqlar. Aydındır müəllim. Bir tələbəmizin sualına cavab belə bir sual ünvanlamışdı ki, bizə Aysu adlı tələbəmiz hərəkətsiz oxumaq necə yaranıb? Hərəkətsiz oxumaq necə yaranıb? Gəlin o sual qoyuluşu doğru deyil. Çünki gəlin sual verək ki, hərəkəli oxumaq necə yaranıb? Çünki ərəblərdə hərəkə deyə bir şey olmayıb. Hətta nöqtə deyə bir şey olmayıb. Nöqtələr sonradan yaranıb. Onların da səbəbini deyəcəm. Onlar sadəcə hərfləri yazırdılar və oxuyub başa düşürdülər. Yəni onlar o dərəcədə mütəxəssis idilər ki, artıq görəndə belə deyim də, bu gün məsələn mühərrik ustasının yanına gedəndə Azərbaycanda 3-5 nəfər mühərrik ustası var ki, səsindən bilir hansı şaton və ya hansı belə deyim kladişdə nəsə var, hansı başa düşürsüz, yəni nə dərəcədə səsindən o artıq bilir o nədir. Maşına 2-3 dəfə deyir qaz ver, fişot düş. Motor qoy yerə, məsəl üçün deyirəm. O dərəcədə mütəxəssis idilər ki, hamısı. Çünki say az idi birincisi, ərəblərin sayı az idi. İkincisi də o dövrdə ədəbiyyat bilirsiniz, o qədər inkişaf eləmişdi ki, artıq onlar göydə tuturdular sözü və ya oxunuşu göydə, yəni oxuyan kimi bilirdilər bu sözün əl-kətiblə əl-kitabın arasındakı fərqi onlar tuta bilirdilər. Və ya kətəbənin arasındakı fərqi. Sonradan hərəkələr necə əmələ gəldi? İndi gələk o suala. Və ya nöqtələr niyə qoyuldu? Say çoxaldı, əhalinin sayı artdı. Xaricdən gələnlər, gedənlər, ticarətlə məşğul olanlar və İslam. Ümumiyyətlə mən bir şey deyim sizə. İslam dini ərəb dilinin qorunub saxlanmasında açar kilit nöqtədir. Yoxsa məhv olardı ərəb dili? Yoxsa indi təbii ki, məhv olardım, bu qoyuram bir tərəfə. Paramparça olardı. Parça-parça olardı. Siz ərəb ölkələrində bilməm gəzmisiniz, getmisiniz yoxsa yox. Hər ərəb ölkəsinin öz ləhcəsi var. Bu gün 22 dil olardı. Artıq ərəb dili yox idi, vahid ərəb dili yox idi, 22 dil var idi. Amma bənzər, məsələn, belə deyim də, biz bugün özbəkləri başa düşə bilmirik, qırğızları və ya qazaxları başa düşə bilmirik. Niyə görə? Türk dilliyik, hamımız türk dilində danışırıq, amma ləhcələr yaranıb və o ləhcələr o qədər bir-birindən aralanıb, məsafə yaranıb arasında ki, artıq bu o birisini başa düşmür. Yəni ərəb dilində də bəzən məsələn, buradan gedən tələbələr bir çox orada çətinlik çəkir. Çünki xalqın danışdığı o ammi deyilən dil, ərəb dili, ümumi işlək ərəb dili, o biz burada onu oxumuruq. Biz klassik, biz ədəbi ərəb dilini oxuyuruq, öyrənirik və ora gedəndə danışanda çətinlik çəkir artıq. Amma buna baxmayaraq, yəni rəsmi dairələrdə, universitetlərdə, məktəblərdə o ərəb dili, yəni vahid bir mərkəzdən idarə olunduğu kimi
olunduğu üçün, yəni hamı onu başa düşür, başa düşə bilir. O ki qaldı hərəkələmə, İslam yayıldı, bilirsiniz. İslam gəldi, çıxdı Azərbaycana, Azərbaycandan o tərəfə, hətta Malayziya, İndoneziya, İspaniya, Yaxın Şərq, Orta Asiya İslam yayılandan sonra mən, siz, o biri bu biri ərəb dili öyrənməyə başladı. Və ərəb dilini öyrənəndə də öz problemlərini özü ilə ərəb dilinin daxilinə daşıdı. Gətirdi. Qeyri-mümkün oldu öyrənməyə Artıq sənələr üçün. yox, qeyri-mümkün olmadı. Səhvlər yaranmağa başladı. Xətalar. Xətalar, bəli, Quranın oxunmasında səhvlər yarandı və buna həll kimi nə etdilər? Nöqtələdilər. Birinci bənin nöqtəsini qoydular, tənin üstünə 2 nöqtə qoydular, yənin altına 2 nöqtə qoydular. Gördülər ki, belə də alınmır, başladılar hərəkələməyə. Artıq hərəkələr ixtira etdilər deyim. Hərəkələdilər ki, xaricdən gələn və ya əcnəbilər, ərəb dilini sonradan öyrənənlər çətinlik çəkməsin və öz xətalarını da özü ilə dilə gətirməsin. Hərəkəli, indi tələbə deyir, hərəkətsiz oxumaq necə yaranıb? Xeyr, hərəkəli oxumaq yaranıb sonradan. Əsl, orijinal olan hərəkətsizdir. Hərəkətsiz və nöqtəsizdir. Yəni. Müəllim, hansı lüğətləri məsləhət görərsiniz indiki tələbələrə əsasən ki, bu lüğətlər onları ərəb dilini öyrənməkdə çox yardımçı olacaq? Müasirmi lüğət, klassik lüğətlərmi? Yoxsa öyrənənin seçimlərindən asılıdır? Professional öyrənirsə ayrı lüğət? Yox, təbii ki, belə deyə bilərəm ki, məsələn, türklərin dağarcıq lüğəti var, bilmirəm görmüsünüz yoxsa yox. Çox gözəldir, müasirdir, təbii ki. Baranov var rus dilində. Təbii ki, rus dili bilirsə əgər, Baranovun lüğəti var. Amma əgər mütəxəssis kimi özünü inkişaf elətdirmək istəyirsə, təbii ərəbcə lüğətlər var. Daha sonra artıq tam mütəxəssis, artıq belə deyim, ərəb dilinin dilçiliyə daxil olursa, Lisan-ül Arab var, özünüz bilirsiniz, İbn Manzurun 12-də, 13 cild olmalıdır, böyük. Yəni ilkin təbii ki, ilkin olaraq hər hansı bir İndi Azərbaycan dilində də səhv eləmirəmsə, bir neçə ərəbcə lüğət artıq müasir bir neçə il bundan öncə hazırlanıb. Onlardan istifadə edirik. Yəni başlanğıc üçün dediyim kimi öz ərəb dilindən, elə ki, rus dilinə və ya indi bildirilir, türkçədir, onlardan istifadə və ya Azərbaycanca, ərəbcə, Azərbaycanca lüğətlərdən istifadə edə bilər. Amma daha yaxşı olar ki, daha mütəxəssiscə ərəbcə lüğətlərdən birini araşdırıb, daha belə deyim, daha qısa olan, kiçik olan, həcmcə daha kiçik olandan istifadə etsə daha yaxşı olar. Çünki orada üstünlük nədən ibarətdir? Üstünlük odur ki, bir sözü verib onun sinonimlərini də verir. Sinonimini verir və o sinoniminin istifadə olunduğu başqa yerləri də verir. Məsələn, biz bugün həkimə gedib deyək ki, məsələn, qəlbim ağrıyır demirik də. Hərçənd ki, ürək, qəlb, könül, bunlar eyni söz sinonim olsalar da istifadə yerləri müxtəlifdir. Ərəbcə lüğətlərdə dediyim kimi o digər sinonimlərində istifadə yerlərini də verir və sən oradan da qazanırsan, oradan da nəsə bir şey götürüb öyrənirsən. Ona görə təbii ki, o belə deyim də sənin ərəb dilinin niyə, nə üçün öyrəndiyindən çox şey asılıdır. Sən belə deyim, əgər universitet səviyyəsində dərs demək və ya hansısa elmi araşdırma aparmaq üçün və ya əl yazmaları təbii ki, ora daxildə əl yazmaları ilə məşğul olmaq istəyirsənsə, ərəbcə lüğətlər daha məqsədə uyğundur. Amma yox, yəni sənin öyrəndiyin ərəb dili əgər belə deyim, turist gəzdirməkdən o tərəfə keçmirsə, sən o göstərdiyin, məsələn, ərəbcə, Azərbaycanca, ərəbcə, rusca, ərəbcə, türkcə lüğətlərin birindən istifadə edə bilərsən. Aydındır müəllim. Müəllim, son bir sualı ünvanlayardım. Sizin də əsasən tədris etdiyiniz forma media ərəb dilidir. Misal üçün, media ərəb dili ilə indiki ərəb dilində nə fərqlər müşahidə olunur? Yoxsa ədəbi dilmi, yoxsa ləhcəmi, yoxsa tamam fərqlidir? Yox, deməzdim fərqlidir. Yox, fərqli deyil. Sadəcə mediada istifadə olunan terminologiya daha çox orada tədris olunur bizim tərəfimizdən. Yəni belə deyim, terminologiya nədən ibarətdir? Siyasi mətnlərdə deyək ki, məsəl üçün beynəlxalq təşkilatlardır, dövlətlərin məsəl üçün deyək, məsəl üçün nazirliklər səviyyəsindədir. Müəyyən siyasi belə deyim,
müharibələr gedir, biznes, ticarət münasibətləri, əlaqələr inkişaf edir. Yəni o sahələrə uyğun olaraq belə deyim biz ərəb dilini tədris edirik. Yəni belə deyim, İslam hüquq oxumuş birisi media ərəbcəsini başa düşmür. Niyə görə başa düşmür? Çünki başdan ayağa terminologiyadır. Yəni məsəl üçün Umumul Müttəhidə və ya Vilayətul Müttəhidə sözlərinin mənaları bu kitab klassik dillərdə yoxdur. Və ya məsəl üçün belə deyim ki, klassik dil kitablarında hazır ki, ona yüklənmiş mənalar yoxdur. Həmin sözlərə yüklənmiş mənalar yoxdur. Biz bunu tədris edirik, bunu keçirik. Onu da dediyim kimi, sadəcə terminologiyadan ibarətdir. Yəni başqa bir dil deyil. Başqa dilin hansısa bir qolu deyil. Sadəcə oradakı terminlər başqa olduğu üçün orada biraz insanlar çətinlik çəkə bilir. Son olaraq müəllim təşəkkür edirik sizə. Var olun. Gəldiyiniz üçün, iştirakınız Mən üçün təşəkkür edirəm. Çox sağ olun. minnətdaram. Belə layihə olaraq da gözəl layihədir. Sizə də uğurlar arzulayıram. İnşallah axırıncı olar. Təşəkkür edirik müəllim. Sağ olun. Əziz izləyicilər, bugünkü rubrikamızın da sonuna gəldik. Bəyənməyi və suallarınızı bizə ünvanlandırmağı unutmayın. Sağ olun, salamat qalın.